Ümumiyyətlə xariclərdə işə götürəndə insanın birinci diplomuna yox, bayağı bu söhbət eləmişdir. İnsanın öz psixi durumuna, beyninə, zeyninə fikir verirlər. Diplom qalsın bir qırağa, insanla adi söhbət edirlər. Rahat bir söhbət. Məsələn, kiməsə sual verirlər, oturur, sual verir ki, deyək, evinizin damı, orada şifir qırılıb. Siz onu necə düzələrsiniz? Çox asan bir sualdır, rahat bir sualdır. Və insanın beyni inkişafda olan fikir verirlər. Görək bunun zeyni nə dərəcədə bu gələcəyi görə bilir, nə dərəcədə fikirlər yarını bilir. Elə insan var deyir ki, nərdivan yoxdur, dayarım, onu həmən təmir edəyərəm. Amma bu bunu istəmir, bu bunu bilir. Buna lazımdır. Bunu etmək üçün insana lazım olan bir şeyi yaratmalıdır. Nə zaman eləməliyəm? Vaxtım var yoxsa yoxdur? Necə eləməliyəm bunu? Nələr lazımdır ora? Kimlər mənə kömək edə bilər? Bunu necə edəsəm daha yaxşı ola bilər. Yəni, hər bir iş üçün ətraflı fikirləşmək lazımdır. Məsələn, mən bir çox insanlara nəsə təklif edəndə, elə insanlar var, deyir ki, yaxşı, problem deyil. Elə insanlar var, deyir ki, bu haqqında fikirləşim, sonra cavab verərəm. Təbii ki, hər hansı bir insan nə üstündə əldə eləmək üçün, həqiqətən nəticə əldə etmək üçün nə eləməlidir? Fikirləşməlidir. Hər zaman o işin yaxşı və pis cəhətlərin qabaqcadan bilməlidir. Yəni, bunları bilməsə, deyək ki, istənilən bir işdə bir problem çıxdı, o problemi qabaqcadan görməlidir. Növbəti etaplara keçək. Diqqətlə baxın. 6 mühüm şərt. Sizin istənilən bir insanın fərq eləməz, gələcəkdə nəysə yaratmaq üçün həm bu 11 mühüm şərtləri, addımları, həm də ki, bu 6 şərtlər diqqətlə fikir verməsiniz. Birinci şərtlər diqqətlə fikir verin. Bazar araşdırması sadəcə yerini bəlli etmək deyil, gələcəkdə olacaq rəqabətə qarşı güvənliyinizi təmin etmək deməkdir. Bazarda tutan ki, araşdırma verirsiniz ki, yəni o aydın deyil, bazara baxaq, onlarda filan məhsul filandır, burada belədir. Bu sizin gələcəyiniz üçün yaxşıdır. Gələcəyinizi sığortalamaq üçün yaxşıdır. Yəni elə insanlar var, ancaq belə deyirlər, sadəcə ona istənilən bir bazarı araşdırırlar. Gəlin növbəti ikinci mərhələyə baxaq. İstənilən bir insan, şirkət yaradırsa, çox güclü şirkət ola bilərsiniz. Amma yenilikçi və bazardan xəbərdar olmasanız, düşünmədiyiniz anda yerinizi itirə bilərsiniz. Bu nə deməkdir? İstənilən bir insan, bax, bayaq həmin bu söhbətə qayıtmaq istəyirəm. İstənilən bir insan düşünmədiyi halda, istədiyi bir halda bir biznes qurur, bazarı analiz eləmir və yenilikçi olmur. Elə hər zaman bu məhsulu bu cürədə buraxır. Hər məhsulu o cürə buraxanda insanların gözü yorulur. Nə eləmək lazımdır? Yenilikçi olmaq lazımdır, dəyişmək lazımdır. Təbii ki, dəyişək, inkişaf edir. Bu şərtləri, bu ümumiyyətlə, bu materialları kim istəsə, həmin insanların e-mail adreslərinə böyük məmnuniyyətlə göndərə bilər. Seminardan sonra e-mail adreslərinizi qoyun. Hər bir burada iştirakçının e-mail adresinə bu materialları böyük zövqlə göndərərəm, daha açıq, aydın bilsin. Təbii, əgər istəyirsə bu seminara qulaq asmaq istəyirsinizsə, bugün may ayının 12-sidir, 2012-ci il. Sabah may ayının 13-ü səhər bu materialı siz internet səhifələrində, deyək ki, YouTube-da izləyə bilərsiniz. Ona görə narahat olmayın. Bu bir, ikincisi də ki, e-mail adreslərini saxlayın. Biz bugün ərzində çalışaraq hər birimizin e-mail adresinə bu materialları rahat göndərək və siz evdə rahat oxuya bilərsiniz. Növbəti punktlara nəzər salaq. Bazar analizi araşdırmasından sonra ediləcək şərh bu işin ağıl oyundur. İstənilən bir bazarı analiz edəndən sonra
biz onun şərh nə mənasını veririk? Yəni, orta bir məhrəzə gəlmək, nəticə çıxartmaq. Məsələn, deyək ki, istənilən bazara analiz edərdiniz, məsələn, Forex bazarında, valyutalar analiz edərdiniz, xəbərlər əsasında orta bir məhrəzə gəlirsiniz ki, bunun istiqaməti hansı tərəfə ola bilər? Yuxarı və yaxud da aşağı. Bunu mütləq bilmək lazımdır. Dördüncü şərt çox vacibdir. Fikir verin. Doğru bir analiz üçün, doğru bir araşdırma şərtdir. Təbii ki, hər bir analiz üçün doğru qərar vermək lazımdır. Bunu yazda saxlamalısınız. Növbəti etaplara baxaq. Bazar araşdırmalarını bilməyənlər bazarda itirdiklərindən üzülməsinlər. Bu, əsasən də Forex, beynəlxalq maliyyə, banklararası maliyyə mübadiləsi üçün bu bəzi burada oturan insanlar ki var, xəbərləri var, onlar üçündür. Onlar bazarı əgər analiz eləməsələr, uduzsalar buna üzülməməlidirlər. Axırıncı bəndə nəzər sal, iş qurarkən və ya işi davam etdirərkən işinizi şansa bırakmayın, araşdırın. Çox insanlar var. Hər hansı bir işi qurmaq üçün çox səbirli olmalısınız. Həddindən artıq səbirli. Əgər istənilən bir işi siz şansa bıraxsaz, bizim tez-tez rast gəldiyimiz söz nə olar da. Elədir. Bu nə olar sözünü bir dəfəli yaddan çıxarın. Əgər bazara analiz edəsəz, istənilən bir bazara analiz edəsəz, dərindən analiz edəsəz, şansa bıraxmasaz, səbirli olsaz, hər şey əldə edebilirsiniz. Növbəti addımlara baxaq. Baxın, bu psixoloji bariyerlərdir. Ümumi qanunu onun şərtlərdir. Diqqətlə fikir verin, oxuyun. Müvəffəqiyyətli birja iştirakçısı realist düşüncə tərzinə sahib şəxsdir. O bazarda yaranmış vəziyyəti aydın düşüncə tərzi əsasında qiymətləndirməyi bacarmalıdır, emosiyalarını diyalamalıdır və real fəaliyyət planını müəyyənləşdirməlidir. Bu, çox insanlarda ola bilər. İnsan hər bir şeyə real baxmalıdır. Emosiyalarda, fantaziyalarda sizdə olmamalıdır. Yəni, bu, bir daha deyim, bazarı araşdıran insanlar üçün bir çox insanlar təbii ki, xəyallarla yaşayır. Amma həyata necə var, elə baxmaq lazımdır. Yəni, iş görmək lazımdır. Fikirləmişlər lazım deyil ki, kimsə gəlib sizə hər hansı bir məbləği verər. Yox. 2. Diqqətlə fikir verin. İllüziyaları qurmaq profesional bazar iştiraklarına xas xüsusiyyət deyil. İllüziyalar qura bilərsiniz, amma sizə heç də yaxşı müsbət rəy verməz sizə. 3-cü nəzər salaq. Bir neçə ticarət əməliyyatları üzrə zərbə uğradığı təqdirdə diletant bazar iştirakçısı panika hissi, bazar iştirakçısına panika hissi yaranır. İstənilən bir işdə nəysə itirdikdə sizdə panika hissi yaranır. Diletant sözünün mənası təcrübəsiz, səbirsiz, uğursuz şəxslərdir. İnsan, mən ona görə dedim ki, əgər siz təcrübəsiz olsanız hər hansı bir işdə, əgər sizliyi olmasa, təbii ki, hər zaman bunlarla rastlaşa bilərsiniz. Ona görə sevdiyiniz işin özünüz seçin ki, ondan yapışın ki, gələcəkdə belə bir problemlər yaranmasın. 4-cü cəhəti nəzər salaq. Uzun sürən panika hissi müvəffəqiyyətli nəticələrin əldə edilməsini əngəlləyir. Uğursuz bazar iştirakçıları alqı-satqı əməliyyatlarını yerləşdirərkən fantaziyalara qurur. Bu da reallığı aydın şəkildə dərk edilməsinə məhdudlaşdırır. Bu, yenə birən növbəti etap olur. Birən zəhmət olmasa, birində. Baxın, diqqətlə fikir verin. Ümumiyyətlə, bunların hamısı biz bu seminarı yaratmaqda məqsədimiz ondan ibarət ki, gənclərə pulların necə qazanılması və psixofaktorlar, onların ümumiyyətlə gələcəkdə necə nədir edəməsini başa salırdım. Yəni ki, hər hansı bir insan gələcəkdə pul qazanmaq üçün sərmayə yatırmalıdır. Yəni, burada da Inforex şirkəti 2005-ci ildən fəaliyyət göstərir.
və istənilən Azərbaycanda tələbələrə, iş adamlarına pulsuz, tam olaraq pulsuz kurslar, Forex kursları təşkil edir. 2-3 həftəlik pulsuz kurslar təşkil edir. İstənilən bir insan gəlib Forex haqqında məlumat toplamaq istəyirsə, sadəcə olaraq Inforx.az saytına girsin. Ünvanımız bax, burada qeyd olunub. Gəlsin həmin ünvana. Biz çalışarıq həmin insanlar böyük sevgi saygı ilə qarşılayaq və həmin kurslara yazaq olaraq, pulsuz ödənişli kurslar və 2-3 həftə tam pulsuz olaraq beynəlxalq maliyyə birjasına, banklar arası valyuta mübadiləsini dərindən öyrənsinlər.